Bu sahə dünyada sürətlə böyüyən ən böyük dördüncü sahədir. Orta illik maaşı 100 min dollardan yuxarıdır. Və ən maraqlısı, Azərbaycanda bu sahədə mütəxəssis demək olar ki, yoxdur. Bu videonun sonunda niyə indi bu sahəni seçməli olduğunuzu öyrənəcəksiniz. Data Science, rəqəmlər elmi, bir sözlə rəqəmlərdən məna çıxartmaq deməkdir. Şirkətlər hər gün milyonlarca data alır, kim nə alır, nə satır, nəyə baxır. Amma bu datalar bir nəticəyə varmadan heç bir məna kəsb eləmir. Və Data Scientist bu rəqəmlərdən toplu olaraq bir nəticə çıxardan, qərar çıxardan mütəxəssisdir. Ona görə Data Scientist artıq hər sahədə var. Hər bölümdə rəqəmsəllaşma var və onların arxasına duran mütəxəssis Data Scientistdir. Məsələn, YouTube növbəti videonu hansı alqoritma əsasında seçir? Instagram feedinin alqoritmasını kim formalaşdırır? Banklar krediti saniyələr içində necə verə bilir? Bunların hamısının arxasında bir Data Scientist alqoritması var. Bir Data Scientist nəticəsi var. Bu mənada Data Scientist bir möcüzəli bir şey deyil və bu sadəcə və sadəcə öyrənilə bilən bir bacarıqdır. ABŞ əmək statistikasına görə Data Scientist sahəsi 2034-cü ilə kimi 34% böyüyəcək. Yəni normalda dünyada peşələrin ortalama böyümə sahəsi sadəcə 3%-dir və bu sahə normal peşələrdən 10 dəfə daha çox sürətlə böyüyəcək və bu sahə gələcəkdə hər kəsin istədiyi, axtardığı ən önəmli sahələrdən biri olacaq. Ona görə siz indi universitet seçiminizi daha doğru etməlisiniz, bu sahəyə daha çox yönəlməlisiniz və gələcəkdə siz bu sahədə ən önəmli mütəxəssis olmalısınız ki, siz ən yaxşı işlərdən birinə sahib olasınız. İndi isə ən vacib hissə. Bu sahə Azərbaycanda nə qədər ehtiyacı olan bir sahə olacaq və Azərbaycanın bu sahəyə keçidi nə qədər önəmlidir. Bildiyiniz kimi Azərbaycan neft ixrac edən bir ölkədir və Azərbaycan artıq neftdən daha çox texnologiyaya keçid edir. Və əgər siz də gələcəkdə bu sahədə öz yerinizi tutmaq istəyirsinizsə, mütləq bu sahədə mütəxəssis olaraq Azərbaycanın bu keçid fürsətindən yararlanıb özünüzə daha yaxşı imkanlar yarada bilərsiniz. Məsələn, Azərbaycan 2025-2028-ci illər arasında süni intellekt strategiyası qəbul edib. Bu nə deməkdir? Bu, Azərbaycanda süni intellektin formalaşması, süni intellektin inkişafı və buna ehtiyac olan mütəxəssislər lazım olacaq. Və süni intellekt bildiyiniz kimi tamamilə Data Science-dən asılı olan bir məsələdir və əgər siz Azərbaycanın süni intellektin formalaşmasına iştirak etmək istəyirsinizsə, siz mütəxəssis olaraq Data Scientist olmalısınız. Bir Azərbaycanlı üçün Data Scientist olmaq nə qədər önəmlidir? Çünki siz Data Scientist olaraq sadəcə Azərbaycanda işləmək məcburiyyətində deyilsiniz. Siz dünyanın istənilən yerində işləyə bilərsiniz. Yəni düşünün, siz bir neçə il sonra Data Scientist mütəxəssisisiniz və Azərbaycanda bu sahədə demək olar ki, rəqabət yoxdur. Yəni tələbat var və daha çox artacaq, amma rəqabət yoxdur. Bu o deməkdir ki, siz istədiyiniz ixtisası, istədiyiniz şirkəti, istədiyiniz şərtləri tətbiq edərək çox yaxşı iş imkanına sahib ola bilərsiniz. İkincisi, siz Azərbaycanda işləmək istəmirsiniz, siz dünyada işləmək istəyirsiniz. Data Scientist ən az sahələrdən biridir ki, dünyanın istənilən yerində Azərbaycanda oturaraq işləyə bilərsiniz. Çünki bu bir data elmidir, rəqəmlərdən ibarətdir və tamamilə kompüter arxasında baş verdiyi üçün siz dünyanın istənilən yeri ilə çox rahat, hibrid və ya onlayn formada işləyib, öz imkanlarınızı dəyərləndirib, Azərbaycanda oturub, xaricdə dollarla, avro ilə maaş alıb rahat iş imkanı yarada bilərsiniz. Azərbaycanlılar üçün Data Scientist olmaq başqa ölkələrdən daha çox önəmlidir. Çünki Azərbaycanda Data Scientist sahəsində mütəxəssis çox azdır və tələbat getdikcə artır. Yəni 3 il, 5 il sonra Azərbaycanda Data Science'in önəmi həddən artıq çox olacaq. İkincisi, siz bir Azərbaycanlı olaraq Data Scientist sahəsini oxuyub,
Azərbaycanda yaşasanız belə siz dünyanın istənilən yerində işləyə bilərsiniz. Yəni data scientist başqa sahələr kimi heç bir lisenziya tələb etmir, heç bir başqa yerə köçmək tələb etmir. Siz Azərbaycanda oturaraq dünyanın istənilən ən böyük şirkətlərlə işləyib dollar və avro ilə maaş alıb Azərbaycanda çox rahat yaşaya bilərsiniz və bu data scientist sahəsi üçün çox optimal bir seçimdir. Bundan əlavə data scientist zaten süni intellekti formalaşdıran bir sistemdir. Bütün süni intellektlər formal olaraq bütün bazası fundamental elm olaraq data üzərində formalaşıb və siz data mütəxəssisi olaraq həm süni intellektin formalaşmasında, gələcəkdə Azərbaycanda süni intellektin formalaşmasında iştirak edib daha yaxşı vəzifədə və daha aktiv işlərdə fayda götürə bilərsiniz. Data scientist olaraq sizin bir sahədə işləmək məcburiyyətiniz yoxdur. Siz data scientist ola bilərsiniz, data analyst ola bilərsiniz, data engineer ola bilərsiniz, machine learning professional ola bilərsiniz, AI specialist ola bilərsiniz. Data scientist yəni normal iqtisadiyyat və ya digər sahələr kimi bütün sahələrdə olacaq. Əgər siz bir data scientist mütəxəssisinizsə, siz iqtisadi sahədə işləyə bilərsiniz, kənd təsərrüfatı sahəsində işləyə bilərsiniz, siz istənilən sahədə işləyə bilərsiniz. Çünki bütün sahələr artıq rəqəmsallaşacaq, sistemləşəcək və bu sistemdə, bu sahədə hər kəsə ehtiyac olduğu üçün sizin ixtisas bütün sahələrin içində işləmə imkanı verəcək sizə. Bu da işin nə qədər çox olacağı, tələbatın nə qədər çox olacağı və sizin karyeranızın nə qədər uğurlu olma ehtimalı olduğunu göstərir və buna görə siz əgər 3 il sonra, 5 il sonra, 10 il sonra AI sizin işinizi əvəz eləmədən işləmək istəyirsinizsə, siz mütləq bakalavr pilləsi olaraq, fundamental pillə olaraq bu sahəni seçməlisiniz, bu sahədə formalaşmalısınız. Ondan sonra siz magistr sahəsində daha başqa sahələrə yönələ bilərsiniz. Bu səhiyyə sahəsi ola bilər, digər mühəndislik sahələri ola bilər, normal humanitar sahə ola bilər. Hər sahədə data scientist elmi olduğu üçün siz istənilən sahəyə ixtisaslaşıb magistr səviyyəsində ondan sonra da bütün sahələrdə istədiyiniz sahəyə uyğun rahat şəkildə işləyə bilərsiniz. Yəni sizin karyera imkanı baxımınızdan sizin gələcəkdə heç bir halda sizin ixtisasın itmə ehtimalı yoxdur. Çünki bu ixtisas AI ilə başlayan, AI ilə böyüyən və AI ilə daha çox tələbatı olan bir sahə olacaq. Data scientist sadəcə gələcəyin peşəsi deyil, eyni zamanda bugünün peşəsidir. Çünki data scientist hər gün tələbatı artan, böyüyən və müxtəlifləşən bir sahədir. Ona görə siz bugün əgər bu fürsətdən yaxşı yararlansanız, sizin həmi bugün işiniz var, həmi rəqəmsallaşma, AI, süni intellekt böyüdükcə sizin də gələcəkdə daha çox işiniz var. Ona görə fundamental olaraq siz mütləq və mütləq əgər dəqiq elmlər sahəsində bir sahəyə oxumaq istəyirsinizsə, data elmini mütləq oxumalısınız. Data scientist sahəsinə qəbul olub oxumaq üçün necə hazırlaşmalı və hansı ölkədə oxumalısınız? Data scientist elminin əsas fundamental elmi statistika, yəni riyaziyyatdır, ehtimal nəzəriyyəsi üzərində işləmək lazımdır və riyazi biliklərinizi xüsusilə statistika əsasında möhkəmləndirməlisiniz. İkinci olaraq siz proqramlaşdırma dillərindən birini mütləq bilməlisiniz və ya müəyyən qədər təcrübəniz və ya bacarığınız olmalıdır və süni intellektin əsas proqram dili Python olduğu üçün mütləq və mütləq Python üzərində işləyin və ya ən azından müəyyən qədər fundamental biliyiniz olsun. Çünki universitetə gedəndə bu sizə lazım olacaq. İki sahə çox önəmlidir. Qalan sahələrdə istənilən qədər biliyinizi artıra bilərsiniz, istənilən imtahana girə bilərsiniz. Bunların çox önəmi yoxdur. Və universitet məsələsində təbii ki, siz bu sahəni Azərbaycanda da oxuya bilərsiniz. Məsələn, ADU Universitetində oxuya bilərsiniz. Amma əlavə olaraq, əgər beynəlxalq səviyyədə bir data scientist olmaq istəyirsinizsə, Amazon kimi daha böyük data mərkəzlərində işləyib, daha yaxşı təcrübə qazanmaq istəyirsinizsə, təbii ki, siz daha çox Amerika, İngiltərə və Çin universitetlərini seçmək sizin üçün daha uyğun olacaq. Çünki böyük ölkələrin də istifadə etdikləri şirkətlər və datalar həddən artıq böyükdür və siz həmin böyük datalarla işləyib daha yaxşı nəticə əldə etmək üçün bir bacarığınız olmalıdır. Çünki siz Amazonun datasına, rəqəminə, böyüklüyünə baxsanız, Amazon kimi bir şirkətdə təcrübə qazanmaq və oradakı olan mütəxəssislərdən dərs almaq sizin üçün həddən artıq çox önəmlidir. Və ya siz Çinə baxsanız, Çin kimi bir ölkənin həddən
həddən artıq böyük əhalisi olan bir ölkənin datasını düşünün və onun ortaya çıxartma, işlətmə, nəticəyə varma şəklini düşünün və universitetlərin bu sahədə təcrübəsini düşünün. Ona görə Çin, Amerika və mümkün qədər İngiltərə ölkələrindəki olan universitetləri seçsəniz, siz bu sahədə çox yaxşı nəticələr əldə edib və gələcək karyeranızı 100% yaxşı bir pozisiyada görəcəksiniz.